Salam. Bugün çox maraqlı bir mövzuya toxunacağıq. Qərb fəlsəfəsinin təməl daşlarından biri René Descartes-in məşhur meditasiyalar əsəri. Məli salam. Həqiqətən də çox mühüm bir əsərdir. Əlimizdəki mənbədə elə Descartes-in öz mətni, onun düşüncə axarını birbaşa izləyəcəyik. Elədir. Missiyamız nədir bəs? Baxın, Descartes-in o radikal şübhə metodunu. Necə olub ki, hər şeydən şübhələnib, sonra düşünürəm deməli mövcudam nəticəsinə gəldiyini, tanrı arqumentlərini, bir də zihinlə bədən fərqini. Yəni, bütün bu yolu sizin üçün aydınlaşdırmaq istəyirik. Olduqca iddialı bir səyahətdə onun etdiyi. Başlanğıc üçün gəlin belə düşünək də. Təsəvvür edin, indiyə qədər nə bilmisinizsə, hamısını bir anlıq kənara qoyursunuz. Hətta hisslərinizin sizi aldatdığını düşünürsünüz. Bəlkə də bütün həyatınız elə bir yuxudur. Çox narahat edici bir başlanğıc nöqtəsidir, hə? Düzdür. Amma Descartes məhz buradan, bu ən dib nöqtədən başlayır. Gəlin görək bu düşüncə təcrübəsi bizi hara aparacaq. Bəli, Descartes-in məqsədi həqiqətən də çox qəti idi. Elmlər üçün, belə deyək, sarsılmaz bir təməl tapmaq. Bunun üçün də əvvəlcə bütün köhnə inancları, ön mühakimələri, xüsusən də hiss üzvlərinə dayananları rədd etməli idi. Niyə məhz hisslərdən başlayır? Çünki deyir ki, hisslər bizi tez-tez aldadır. Məsələn, uzaqdan baxanda güllə kvadrat görünə bilər, amma yaxınlaşanda baxırsan ki, dairəvidir. Ya da suya salınmış çubuq sınıq kimi görünür. Deməli, onlara tam etibar etmək olmaz. Amma bu gündəlik aldanmalar, o daha dərinə gedir deyəsən. Yuxu arqumenti var məsələn. Hə, yuxu arqumenti daha güclüdür. Deyir ki, bəzən yuxuda o qədər real şeylər görürük ki, oyanıq olduğumuzdan əmin oluruq. Bəs indi bu an oyaq olduğumu yuxu görmədiyimdən necə ayırd edə bilərəm? Heç bir qəti əlamət yoxdur, deyir. Bu hətta fiziki varlığımızı baş şübhə altına alır. Əlbəttə, və bununla da qalmır. Ən etibarlı görünən biliklərə, hətta riyaziyyata da şübhə ilə yanaşır. Məsələn, 2 + 3 = 5. Bu necə yanlış ola bilər ki? Hə, bu artıq ağla sığmazdır. Descartes burada çox cəsarətli bir fərziyyə irəli sürür. Bəlkə də bizi yaradan qüdrətli bir varlıq var, amma o yaxşı deyil. Əksinə, pis niyyətli bir şər ruhdur və məqsədi bizi hər zaman sistematik şəkildə aldatmaqdır. Bəlkə də 2 + 3 heç də 5 etmir, amma bu ruh bizi buna inandırır. Vay canına, bu həqiqətən şübhənin ən son həddidir. Hər şeydən şübhə. Bəs sonra bu tam şübhə içində boğulub qalmır ki. Yox, məhz bu dib nöqtədən çıxış yolu tapır. Baxın, deyir ki, hər şeydən şübhə edə bilərəm, dünya yoxdur, bədənim yoxdur, riyazi həqiqətlər belə şübhəlidir. Hətta məni aldadan bir şər ruh var. Amma bütün bunlardan şübhə etdiyim anda bir şey qətidir. Mən şübhə edirəm. Şübhə etmək isə düşünməyin bir formasıdır. Əgər şübhə edirəmsə, deməli düşünürəm. Əgər düşünürəmsə... Deməli mövcudam. O məşhur cogito ergo sum. Tamamilə. Düşünürəm, deməli mövcudam. Bu Descartes-in Arximed nöqtəsidir. Yəni, üzərində bütün fəlsəfəsini quracağı ilk sarsılmaz həqiqət. Çox güclü bir nəticədir. Amma burada bir incəlik var. Bu mən nədir? Yəni, mənim mövcud olduğum qətidir. Amma nə kimi mövcudam? Bədənimin varlığı hələ də şübhəli idi axı. Düzdür. Bu mərhələdə Descartes yalnız onu deyə bilər ki, mən düşünən bir şeyəm. Latınca res cogitans, yəni şuur, zehin, ruh. Bədənin və ya başqa şeylərin varlığı hələ sübut olunmayıb. Yalnız düşünən varlığım qətidir. Yaxşı, bəs bu düşünən şey olan zehni necə daha yaxından tanıyır? Deyəsən, onun bədəndən daha asan tanındığını iddia edir. O mum parçası misalı burada köməyə gəlir, elə deyilmi? Bəli, mum parçası arqumenti çox məşhurdur və zərifdir. Baxın, bir parça təzə arı mumu götürək. Soyuqdur, bərkdir, bal qoxusu verir, müəyyən rəngi, forması var. Bunlar onun hisslərlə qavradığımız xüsusiyyətləridir. İndi təsəvvür edin ki, bu mumu oda yaxınlaşdırırıq. Nə baş verir? Əriyir, bərkliyini itirir, forması dəyişir, rəngi tündləşir, qoxusu itib gedir. Yəni, hisslərlə qavradığımız bütün o keyfiyyətlər tamamilə dəyişir və ya yox olur. Düzdür. Amma biz yenə də bilirik ki, o hələ də həmin mum parçasıdır. Məsələ, sual budur. Əgər bütün hissi keyfiyyətləri dəyişdisə, onun eyni mum olduğunu hardan bilirik? Descartes deyir ki, bunu bizə hisslərimiz demir. Bunu bizə anlama qabiliyyətimiz, zihnimiz deyir.
Zihin mumun əsl mahiyyətini qavrayır, yəni onun sadəcə ərazi tutan, çevik, dəyişkən bir şey olduğunu. Aydındır. Deməli, zihin obyektlərin dəyişməz mahiyyətini hisslərə ehtiyac olmadan birbaşa qavraya bilir və özünü də eyni şəkildə tanıyır. Bəli, nəticə odur ki, mən özümü, yəni düşünən bir şeyi, istənilən cisimdən, hətta öz bədənimdən belə daha asan, daha aydın və seçkin şəkildə tanıyıram. Çünki bədəni anlamaq üçün hisslərə ehtiyac var, amma zihin özünü birbaşa düşünmə aktında qavrayır. Yaxşı, ilk həqiqəti tapdıq. Mən düşünən bir şey kimi mövcudam. Amma bu, biraz tənha bir mövcudluqdur. Bəs xarici dünya, digər insanlar və ən əsası, o başlanğıcdakı şər ruh ehtimalı hələ də qüvvədədirmi? Yəni, düşüncələrimin həqiqəti olduğuna necə əmin ola bilərəm? Çox doğru suallar. Descartes da məhz bu problemlə üzləşir. Əgər hələ də məni aldadan bir varlıq ola bilərsə, kogitodan kənara çıxa bilmərəm. Ona görə də növbəti addım belə bir aldadıcının olmadığını sübut etməkdir. Bunun üçün də Descartes Tanrının varlığına və mahiyyətinə üz tutur. Tanrı arqumenti necə işləyir? Bildiyim qədər, o zihnindəki Tanrı ideyasından yola çıxır. Bəli. Descartes zehnindəki ideyaları təsnif edir, bəziləri sanki xaricdən gəlir, məsələn, günəşi görmək, bəzilərini özümüz uydururuq, qanadlı at kimi, bir də doğuşdan gələn, anadan gəlmə, innate ideyalar var deyir və onun üçün ən vacib anadan gələn ideya Tanrı ideyasıdır. Sonsuz, əbədi, dəyişməz, hər şey bilən, hər şeyə qadir, kamil bir varlıq ideyası. Yaxşı, belə bir ideyamız var. Bəs bu, Tanrının həqiqətən var olduğunu necə sübut edir? Descartes-in arqumenti belədir. Mən sonlu və qısurlu bir varlığam. Çünki şübhə edirəm, hər şey bilmirəm. Bəs mənim kimi sonlu bir varlıq özündən necə sonsuz və kamil bir varlıq ideyasını yarada bilər? Bu mümkün deyil. Çünki nəticədəki reallıq, ideya, səbəbdəki reallıqdan mən artıq ola bilməz. Yəni, sonsuzluq ideyası ancaq sonsuz bir şeydən qaynaqlana bilər. Tam olaraq. Deməli, mənim zihnimdəki bu sonsuz və kamil varlıq ideyasının səbəbi ancaq həqiqətən mövcud olan sonsuz və kamil bir varlıq, yəni Tanrı ola bilər. Tanrı mövcuddur və bu ideyanı mənim zihnimə o qoyub. Bir növ ustanın öz əsərinə vurduğu imza kimi. Maraqlıdır. Bu, bir səbəbiyyət arqumentidir. Bəs Tanrının aldadıcı olmaması məsələsi, o şər ruh ehtimalını necə aradan qaldırır? Bu, arqumentin ikinci, bəlkə də daha vacib hissəsidir. Əgər Tanrı həqiqətən kamil varlıqdırsa, deməli... Onda heç bir qüsur ola bilməz. Aldatmaq isə açıq-aşkar bir qüsurdur. Bir zəiflik və ya pislik əlamətidir. Hə, kamil olan aldatmaz. Bəli, kamil varlıq olan Tanrı aldadıcı ola bilməz. Bu nəticə çox önəmlidir. Çünki əgər Tanrı varsa və aldatmırsa, deməli, mənim açıq və seçik şəkildə qavradığım şeylər doğru olmalıdır. Tanrı məni sistematik şəkildə yanıltmaz. Aha, deməli, Tanrının varlığı və aldatmazlığı bizim biliyimizin etibarlılığı üçün bir zəmanət rolunu oynayır. O şər ruh fərziyyəsi artıq keçərli deyil. Biz açıq və seçik qavrayışlarımıza güvənə bilərik. Aynen elə. Həqiqətin kriteriyası da elə budur Descartes üçün. Açıq və seçik qavrayışlar. Amma bir dəqiqə, əgər Tanrı aldatmırsa və bizə etibarlı idrak qabiliyyəti veribsə, niyə biz gündəlik həyatda bu qədər çox səhv edirik, yanılırıq, yanlış hökmlər veririk? Bu bir ziddiyyət deyilmi? Çox yaxşı sualdır. Bu, 4-cü meditasiyanın əsas mövzusudur. Səhvin və yanılmanın mənşəyi. Descartes deyir ki, səhv Tanrıdan qaynaqlanmır. Tanrı bizə qüsurlu qabiliyyətlər verməyib. Səhv bizim özümüzdən, daha doğrusu iki əsas qabiliyyətimizin anlama, intellekt və iradənin fərqli işləməsindən irəli gəlir. Necə yəni? Baxın, bizim anlama qabiliyyətimiz, yəni nə isə bilmək, qavramaq gücümüz məhduddur. Biz hər şeyi tam, açıq və seçik şəkildə qavramırıq. Amma iradəmiz, yəni seçmə, təsdiq və ya inkar etmə qabiliyyətimiz bir mənada sonsuzdur. Biz istədiyimiz şeyə inanmaqda və ya inanmamaqda sərbəstik. Yanılma da məhz o zaman baş verir ki, iradəmiz anlama qabiliyyətimizin sərhədlərini aşır. Yəni, tam anlamadığımız, açıq seçik qavramadığımız bir məsələ haqqında hökm verməyə tələsirik, onu təsdiq və ya inkar edirik. Məsələn, bir şey haqqında kifayət qədər dəlilimiz olmadan onun doğru olduğuna qərar veririk. Səhv burada yaranır.
Deməli, səhv etmək əslində azad iradəmizin bir nəticəsidir. Tanrının bizi pis yaratdığının yox. Bəli, Dekart məhz bunu deyir. Səhv etmək imkanı azadlığımızın bir parçasıdır. Əsas odur ki, iradəmizi düzgün istifadə edək, yəni yalnız açıq və seçik qavradığımız şeylər haqqında hökm verək. Anlaşıldı. İndi gələk maddi dünyaya. Artıq aldatmayan bir tanrımız var və açıq seçik qavrayışlarımıza güvənə bilərik. Bu nəhayət stolların, ağacların, hətta öz bədənimizin həqiqətən var olduğunu sübut etməyə imkan verirmi? Bəli, indi maddi dünyanın varlığına daha möhkəm əsaslarla inana bilərik. Çünki birincisi, bizdən maddi şeylərə dair çox güclü, istər-istəməz gələn təəssüratlar var, hisslər vasitəsilə. İkincisi, Tanrı aldatmadığı üçün, əgər bu təəssüratların heç bir həqiqi əsası olmasaydı, Tanrı bizi sistematik olaraq aldatmış olardı. Bu isə mümkün deyil. Deməli, maddi şeylər həqiqətən mövcuddur. Amma Dekart burada da bir fərq qoyur deyəsən. Onları necə qavradığımızla bağlı. Elədir. Biz maddi şeyləri açıq və seçik şəkildə necə qavrayırıq? Dekart deyir ki, əsasən onların riyazi və həndəsi xüsusiyyətləri ilə. Yəni, bir cismin ərazi tutması, eni, uzunluğu, dərinliyi olması, forması, sayı, hərəkəti, davamlılığı. Bunlar zihninə tam aydın şəkildə qavranıla bilən, ölçülə bilən keyfiyyətlərdir. Bəs rəng, səs, qoxu, dad kimi hissi keyfiyyətlər. Bax, Dekart deyir ki, bu keyfiyyətlər ikincil keyfiyyətlər deyilir, o qədər də açıq və seçik deyil. Onlar daha çox bizim bədənimizlə ətraf mühitin qarşılıqlı təsirindən yaranır və əsas məqsədi bizə praktik həyatda yol göstərmək, bədənimizi qorumağa kömək etməkdir. Məsələn, acı dad zərərli bir şeydən xəbər verə bilər. Amma bu hissi keyfiyyətlər şeylərin öz əsl mahiyyətini tam olaraq əks etdirməyə bilər. Maddi dünyanın əsl mahiyyəti onun ərazi tutan res extensiya olmasıdır. Bu da bizi Dekartın ən məşhur və bəlkə də ən mübahisəli fikrinə gətirir. Zihin və bədən ayrımı, yəni dualizm. Bunu necə əsaslandırır? Bu, 6-cı meditasiyanın əsas nəticələrindən biridir. O artıq özünün düşünən bir şeyi, res cogitans olduğunu və maddi şeylərin də ərazi tutan şeylər, res extensus olduğunu sübut edib. İndi göstərmək istəyir ki, bu ikisi həqiqətən də bir-birindən tamamilə fərqli substansiyalardır. Əsas argumenti bölünməzlik üzərində qurulur. Bölünməzlik. Hə, deyir ki, mən özümü, yəni zehnimi, şuurumu heç bir hissəyə bölə bilmərəm. Düşüncənin yarısı, arzunun 1/4 deyə bir şey yoxdur. Zihin vahiddir, bölünməzdir. Amma bədən asanlıqla hissələrə bölünə bilər. Qolumu, ayağımı itirə bilərəm, bədənim müxtəlif orqanlardan təşkil olunub. Deməli, əgər biri bölünməz, digəri isə bölünəndirsə, onlar mahiyyətcə eyni şey ola bilməzlər. Onlar iki fərqli substansiyadır. Zihin və bədən, iki ayrı dünya kimi. Amma bu bizim gündəlik təcrübəmizlə necə uyğunlaşır? Axı biz özümüzü bədənimizdə yaşayan bir ruh kimi hiss etmirik. Əlimiz yananda canımız ağrıyır, kədərlənəndə gözümüzdən yaş gəlir. Bu ikisi arasında çox sıx bir əlaqə var kimi görünür. Dekart bunu inkar edirmi? Yox, əsla inkar etmir. Əksinə bu sıx əlaqəni vurğulayır. O demir ki, zihin bədəndə bir gəmidəki sükançı kimidir. Yəni sadəcə onu idarə edən ayrı bir şey. Xeyr, deyir ki, zihin və bədən çox sıx şəkildə, hətta demək olar ki, bir-birinə qarışmış şəkildə birləşiblər. Birləşiblər. Bəli. Acılıq, susuzluq, ağrı, sevinç, kədər kimi hisslər və duyğular məhz bu birləşmənin nəticəsidir. Bunlar nə tamamilə zihni, nə də tamamilə bədəni hadisələrdir. Məsələn, ağrı hissi həm bədəndəki bir zədədən, fiziki hadisə, həm də onun şuurda xoşagəlməz bir hiss kimi dərk edilməsindən, zihni hadisədən ibarətdir. Amma bu birləşmənin necə baş verdiyi, yəni qeyri-maddi zihnin maddi bədənə necə təsir etdiyi və ondan necə təsirləndiyi məsələsi bu Dekart fəlsəfəsinin ən çətin nöqtələrindən biri olaraq qalır deyəsən. Düzdür. Zihin-bədən qarşılıqlı təsir problemi Dekartdan sonra da fəlsəfədə çox müzakirə olunan bir mövzudur və onun təklif etdiyi mexanizmlər, məsələn, beyindəki epifiz vəzi vasitəsilə əlaqə, çox tənqid edilib. Amma o, bu birləşmənin reallığını qəbul edirdi. Beləliklə, Dekart bizi o ən radikal şübhədən çıxararaq, əvvəlcə özümüzün düşünən bir varlıq kimi mövcudluğuna, sonra aldatmayan bir tanrının varlığına, nəhayət isə maddi dünyanın
ən azı onun riyazi, həndəsi xüsusiyyətləri ilə mövcudluğuna dair bir əminliyə gətirib çıxardı. Və bütün bu səyahətdə əsas bələdçimiz hisslər deyil, məhz zehnin özünün açıq və seçik düşünmə qabiliyyəti oldu. Tamamilə. Bu, ağlın gücünə böyük bir inam ifadəsidir. Həqiqətə çatmaq üçün hisslərin bulanıqlığından qurtulub, ağlın aydınlığına sığınmaq lazımdır, deyir Descartes. Bu təhlil düşünürəm ki, bizi də öz inanclarımız, bildiyimizi sandığımız şeylər haqqında düşünməyə vadar edir. Gündəlik həyatda nə qədər əmin olduğumuz şeylərin əsasları əslində nə qədər möhkəmdir. Nələrə əsaslanırıq? Həqiqətən də. Descartes-in metodu bir növ intellektual təmizlənmə təklif edir. Hər şeyi sorğulamaq, əsasları yoxlamaq. Bu, fəlsəfənin özüdür əslində. Və dinləyicilərimiz üçün də üzərində düşünməyə dəyər bir son fikir. Descartes-in bu kəskin zihin-bədən ayrımı, bu dualizm sizin öz təcrübənizlə nə dərəcədə uzlaşır? Siz özünüzü daha çox vahid bir bütün kimi hiss edirsiniz, yoxsa bədəninizdə yaşayan bir şuur kimi? Zihninizlə bədəninizin əlaqəsi sizə necə görünür? Bu ikisi arasındakı sərhəd hardadır, varsa əgər? Dərin suallardır bunlar. Cavabları asan deyil, amma üzərində düşünməyə dəyər. Descartes-in mirası da elə budur, bizi fundamental suallarla üz-üzə qoymaq. Bu dərin müzakirə üçün çox təşəkkür edirəm. Ümid edirik ki, dinləyicilərimiz üçün də faydalı və düşündürücü oldu. Mən də təşəkkür edirəm.